belə bir parametrik divarı necə yaratmaq olar? Formamıza uyğun bir spline çəkirik. Animasiya bölməmizdə AutoCAD-i aktiv edirik, 100-cü kadra gətiririk və spline'ımızı biraz qabağa çəkirik. Qabağa çəkəndən sonra vertexlərə keçid edib spline'ın biraz formasını dəyişirik. Formanı dəyişəndən sonra AutoCAD-i söndürürük. Birinci kadrımızda formanın başlanğıcıdır, sonuncu kadrda isə formanın sonudur. Spline'ımıza qalınlıq veririk. Enable in Render, Enable in Viewport'u aktiv edirik. Spline'lardan geniş dərsimizi YouTube kanalımızda izləyə bilərsiniz. Eni və uzunluğunu veririk. Animasiyamız düzgün olsun deyənə Curve Editor-a keçid edək. Bunun üçün klaviaturamıza X hərfini basırıq, axtarış bölməmizi açırıq və Curve Editor-u tapırıq. X oxumuzu seçirik. 2 nöqtəmizi seçirik və burada Line-i seçirik. Bizim animasiyamız sadə və düz şəkildə olacaq. Və sonda Tools, Snapshot, Range-i seçirik. 0 kadrdan 100-cü kadra qədər 35 kopya ilə və mütləq şəkildə Mesh seçirik. OK. Parametrik divarımız hazırdır. 3D qrafikanı öyrənmək istəyirsənsə kanalımıza abunə ol. Yeni dərslərimizi qaçırmayın.